Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Ölkənin bir nömrəli hava səhifəsinin dəyərli izləyicilər, hər bir kəsi xoş gördük. Bu günləri iyun ayının 6-sıdır. Hava şəraiti dəyişilməsi gözlənilir. Bugün günün ikinci yarısından etibarən ayın 7-ci gün ərzində və günün ikinci yarısına kimi olan müddətdə Bakı, Abşeron yarımadası və Sumqayıt daxil olmaqla bir sıra bölgələrə yağıntıların yağması gözlənilir və bəzi ərazilərdə yağıntıların bir qədər güclü və intensiv olmasına ehtimal var. Xüsusilə qeyd edim ki, bu proses 4 xəritədən yalnız ikisi yağıntı verir, ikisi vermir. Niyə görə bunu deyim? Çünki bəzi hallarda yekdilliklə xəritələr eyni şeyi verirsə, deməli yağıntıların olması deməkdir. Yox, bəzi hallarda yağıntıları bəzi xəritələr verib, bəzi xəritələr vermirsə, o zaman biraz qeyri-müəyyənlik var. Hal-hazırda Bakı, Abşeron yarımadası və Sumqayıtda yağıntıların yağmasına bağlı Avropa xəritəsi ECMF və İKON Almaniya xəritəsi yağıntı verir. GFS Amerika xəritəsi isə və Meteorologiya xəritəsi və digər bəzi xəritələr isə yağıntılar olmayacağını deyir. İndi qalır bizdən zamanla yaşayıb görmək. Çox böyük ehtimalla yağıntılar olması da ehtimal olunur və bu proses ayın 10-na kimi, ümumən Respublika ərazisində 10-na kimi yağıntılar gözlənilir. Amma Bakı, Abşeron yarımadası yalnız bir gün 6-7-sə keçən gecə yağıntılar ehtimal olunur. İzləmədə qalın.